Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Deməli, Məhəmməd Qaraçiyevin 100 sınaq test toplusunun 11-ci siniflər üçün sınaq 18-nin izahına baxacağıq. Qeyd edim ki, uşaqlar yanvar ayının 1-dən etibarən 11-ci siniflər üçün sınaq qruplarımız başlayır. Sınaq qruplarına qeydiyyat üçün 060 599 86 85 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz WhatsApp üzərindən. İndi isə keçək suallara. Bir də bunu qeyd edim ki, uşaqlar, əgər videonu bəyənsəz, like etməyi, kanala abunə olmağı, şərhlər bölməsinə öz fikirlərinizi bildirib və maksimum şəkildə videonu paylaşmağı unutmayın. Birinci sualımızdan başlayaq. No-dan sonra another gəlməz, çünki no-dan sonra artikel işlənmir uşaqlar. A səhvdir. Sonra another sayılan tək isimlə işlənir, amma animals cəm isimdir. C də səhvdir. Qaldı digər variantlarımız indi. Deyir ki, we must work together to ensure that animals suffer from that disease. Deyir ki, no other animals əslində animal olmalıdır. Suffer from that disease. Deyir ki, biz birlikdə işləməliyik ki, başqa heç bir heyvanın bu xəstəlikdən əziyyət çəkmədiyinə əmin olaq. Bu mənada işlənmiş olur. D variantı uyğundur. Eyni təsdiqdə işlənmir. B variantı da mənaca düz gəlmir. Yəni deyirik digər heyvanlar da əziyyət çəksin. Artıq bu uyğun gəlmir. Keçirik ikinci sualımıza. Bir dəqiqə. İkinci sualda of verib uşaqlar. Everydən sonra of gəlməz. Xəbəri təkdədir. Xəbəri təkdə olan əvəzişlər E hərfi ilə başlayan, N hərfi ilə başlayan və one, another əvəzişlərdir. Yəni all, both, samı çıxırıq, qalır each, D bəndi. Sonra keçdik 3-də what. Sual vəzişlərindən sonra another işlənmir. Çünki artikel gəlmir sual vəzişlərindən sonra. Any, other, bunlar özündən sonra isim tələb edir. Burada isim gəlməyib, A-nı yenidə çıxırıq. Some sualda işlənmir, else. What else did you hear about him? Onun haqqında başqa nə eşitmisən? Dördüncü sualda was veribdir. Xəbər təkdir. No birbaşa xəbərlə işlənmir. Any xəbərlə işlənmir birbaşa. Every birbaşa xəbərlə işlənmir. Was wrong with the test results, so we applied for application. Yaxşı, deyir ki, biz aplikasiya üçün müraciət etdik. Ay, sözün özü yadımdan çıxdı. Yoxlanış üçün müraciət etdilər də, yenidən yoxlanış yəni. Deyir ki, onda something was wrong with the test result. Test nəticələrində nəsə yanlış gedən bir şey var idi. Yeni desəm deyəcəm heç bir yanlış yox idi. Bəs onda niyə müraciət etmişsiniz? Düzdür? Yenidən yoxlanış üçün. Sonra keçirik 5-ci sualımız. 5-ci sualda sual cümləsidir. Would you like ilə başlayıb. Can, could, would you like ilə başlayan sual cümlələrində biz bilirik ki, sam işlədirik. Eni yox. Yəni A-nı, B-ni, C-ni çıxdıq. Water, su, sayılmayan isimdir. Sayılmayan isimlər another ilə işlənmir. Çünki another sayılan tək isimlə işlənir. An artiklı var. Something törəmədir. Törəmələrdən sonra isim gəlmir. Some olur. A variantı. Would you like to have some water? Biraz su istərdimmi? Sonra 6-cı sualda policeman sayılan tək isimdir. Sayılan tək isimlə işlənir. E hərfi ilə başlayan əvəzişlərimiz. Yəni D bəndi. Boss cəm isimlə işlənir. Boss of. All of cəm isimlə işlənir. Some ya sayılan cəm ya da sayılmayan təklə işlənir. Sayılan tək isim veribsə götürmürük. 7-ci sualımızda yenə has tək xəbərdir. Every of-la işlənmir uşaqlar. Biri çıxırsa, some of-dan sonra you cəmlik bildirən əvəzlik gəlibsə xəbər cəm olmalıdır demişik. Amma has tək xəbərdə axı 4 səhvdir. Someone, everybody bunlar törəmədir. Törəmələr tək xəbərlə işlənir. 2, 3. Sonra keçirik 8-ci sualda. Advice məsləhət sayılmayan isimdir. Sayılmayan isim another-la işlənmir. Sayılan tək isimlə işlənir another. Others, the others-dan sonra isim gəlməz. Other sayılmayan isim ya da sayılan cəmlə işlənə bilir. A bəndi. 9-cu sualda D artiklı veribdir. Turist cəm isim, word cəm xəbər. Xəbər cəmdədirsə E hərfi ilə başlayan əvəzliklər çıxmalıyıq. Çünki onlar təklə işlənir. Bozovdan sonra cəm isim cəm xəbər, olofdan sonra cəm isim gəlibsə xəbər cəm, samovdan sonra cəm isim gəlibsə xəbər cəm. Yəni ki, belə çıxır ki, 1, 2, 5. Burada deyəsiz olun ofu yoxdur ay müəllimə. Of olmadan da birbaşa təyin edici ilə işlənən əvəzliklərimiz var idi. Ol və boz. Ona görə of olmasa da düzdür. Keçirik 10-cu sualımıza. 10-cu sualda bir dəqiqə. 10-cu sualda biraz aha.
The teachers cəmisim, were cəm xəbər. Cəmisim xəbər cəmdir. E hərfini çıxıram, i-çi çıxıram, vanı çıxıram, xəbəri tək olur. Çünki bunların cəmisim cəm xəbər verib. Bosdan sonra of olmadan da təyin edici plus cəmisim cəm xəbər gələ bilirdi. Some of-dan sonra cəmisim cəm xəbər, all of-dan sonra cəmisim cəm xəbər gələ bilirdi. 1, 3, 5 cavab olur Y bəndi. Keçdik 11-ci suala. 11-də of veribdir. Product cəmisim, has tək xəbər. Xəbər təkdirsə E hərfi ilə başlayanlar, N hərfi ilə başlayanlar və one, another əvəzlərini axtarırıq. 2, 4 B bəndi. Sonra 12-ci sualda candidate cəmisim, have cəm xəbər. Cəmisim cəm xəbər yazıbsa, E hərfini çıxırıq. Çünki E hərfi ilə başlayan əvəz işlər tək xəbərlə işlənir həmişə. Qaldı digər əvəzlə. All of, both of, bunlar cəmisim cəm xəbərlə işlənirlər. Samın ofu yoxdur. Sam, of plus təyin edici cəmisim cəm xəbər. Bəs deyəsiz ki, ay müəllimə, sam normalda da cəmisim cəm xəbərlə işlənir, amma uşaqlar samdan sonra artikel gəlməz axı. Some of-dan sonra artikel gələ bilirdi. Ona görə 5 səhvdir. 1 və 3 B bəndi. Keçirik 13-cü sualımıza. Yenə article, the article təyin edici, cəmisim cəm xəbər. Cəmisim cəm xəbər olduğu üçün E hərfi ilə başlayanları çıxırıq. 1, 4 gedir variantlardan. Both of-dan sonra cəmisim cəm xəbər, all of-dan sonra cəmisim cəm xəbər olur. Okey, amma some-ın of-u yoxdur yenə. Some birbaşa article-la işlənə bilmir. Təyin edici ilə işlənmir. 2, 3 cavab olur A. Sonra keçirik 14-cü sualımızda. Were there issues cəmisimdir. Others'dan sonra, the others'dan sonra isim gəlmir. No-dan sonra another gəlmir. Çünki article-dan işlənmir no. Another sayılan tək isimlə işlənir. Amma issues cəmdir. Any other. Other sayılan cəm ya da sayılmayan isimlə işlənirdi. B bəndi. 15-ci sualda bottles, butulkalar cəmisimdir. Others, the others. Bunlardan sonra isim gəlmir. Samdan sonra another işlənməz. More ya da other işlənir. No-dan sonra other işlənir. Another işlənmir. Any other cavab olur A variantı. Sual cümləsində any işlətmişik. 16-cı sualda of veribdir. Laptops cəmisim, was tək xəbər. Cəmisim tək xəbər verib oflu birləşmədisə E hərfi ilə başlayan, N hərfi ilə başlayan, bir də one əvəzini axtarmalıyıq. Every one ayrı yazılanda törəmə olmur və ofdan işlənə bilirdi. Either of olur. All, some, both. Bunlardan sonra cəmisim gəlsə xəbər də cəm olmalıdır. Ona görə götürmürük. 1, 4 bu da olur B variantı.